Salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə 4 mağazadan aldığım əşyaları sizlərlə birlikdə incələyəcəyik. 4 mağaza deyəndə biri Enişteyn, Qutumutu və Kompas. Digər dördüncüsü nədir deyə sorsanız, yeni bir mağaza kəşf eləmişəm, odur. Mən əslində bunun videosunu çəkmişdim, amma 15 dəqiqədən çox olduğu üçün yayınlaya bilmədim. Ona görə tez qısa eləyək və keçək. Birinci Kompasa getmişdim, gəlin Kompasla başlayaq. Belə. Bu şeydir, stikerdir, xətkeşi var, bir də cımbızı var. Burada şey də var, brılok kimisi. Onun üstünün kağızı var, onu soyacaqsan. Sonra onun qabığını soyduqdan sonra üstünə bu cımbız vasitəsilə hər hansı ya bunlar ya da başqa stikerlər yapışdırsan. Baxın, burada var. Belə. Çox gözəldir. Keçək. Digərlər. Belə bir şey almışam dostlar, 50 qəpiyə. Başqa növlər də var idi. Mən bunu seçdim. Sonra bunu hər Kompasa gələndə aldığımdır. Artıq bilərsiniz. 2 məmələdə 2 marolu. Bir dənəsi də 20 qəpik idi. Bunun bir dənəsi, yəni bu özü belə 1 manat 20 qəpik idi. Sonra bir də dostlar Kompasdan belə bir lent aldım, Scotch. Çox şirindir. Və 20 qəpik idi. Nerede böyle üst-üste koyum. Sonra enişteyle çoxlu kart almışam. Çoxlu deyim də 5 dənə kart almışam, baxın. 5 dənə kart almışam. 3'ü Sandrio, ikisi də şey Brawl Stars belə. Sonra belə 2 dənə lent, bunu enişteyle aldım. Bir dənəsi 30 qəpik idi. Bunu da bilərsiniz ki, bir dənəsi 20 qəpik idi. Bu bir dənəsi 30 qəpik idi. Başlarda 20 idi, amma sonradan niyəsə 30 elədilər. Sonra 2 tərəfli Scotch almışam. Niyə? Mənim evdə iynə var və o iynə, bunu iynənin ucuna dolayacağam. Şey eləyəcəm. Hava vuracağım içinə, gələcək, onu düzəldəcəm. Eski trendi idi, mən indi başlayıram. Bu Kompas, bu da Enişteyn. Bu qədər. Keçək Qutumutudan aldıqlarıma. Qutumutudan aldıqlarım gəlin sırayla göstərəm. Sevdim. Baxın, bu alışverişdə hardasa ən çox sevdiyim şey bu oldu. Ən çox sevdiyim birinci şey. Bu sizlərlə birlikdə short videosunu açacağım. Bir yaxud dediyim kimi iynə var. Bunları iynələyəcəm. Və bunun da qiyməti 1 manatdır. Belə bu halda baxın. Bu da var, içində toplar da var. Bir sürü zər. Nəysə. Çox uzatmıram. Üçüncü ən sevdiyim şey buydu dostlar. Fosforları qırırsan. Və mən bunu dediyim kimi video çəkmişdim və o videoda sonunda düzəltdim. Bunun içində 4 dənə bunlar vardı. Mən bunu düzəltdim və bunun içində qırıldı. Mən onu yudum və bir dənəsi də işləmədi. İkisi qalıb, onu da sonunda sizlərə göstərərəm. Sonra baxın, belə bir şey var. Sinema rolu. İçində qara kağızlar var və bu çubuq vasitəsilə onları qazıyırıq. Sinemaron şəkillər çıxır. Sonra mən bir sürü kartım olduğu üçün bir dənə də kart qab aldım və o dediyim kimi təzə tapdığım mağazada binder var. Binder nədir? Elə bil bu kart qabı 10 vərəqli deyil. Amma o binder yəni çox vərəqlidir və girişində ürək formasında yer var. Kart qabını açanda ora kart qoya bilərsiniz. Belə. Son 2 dənə də qolbaq almışam. Bir, baxın, belə zınqrovlu. Mənim özümdə taxıram, baxın. Çox gözəldir. Bir də bunu aldım. Bu 20 qəpik idi. Bunda papatyanı ya 50'ye aldım ya da 70'e. Yadımda deyil. Belə çox şirin. Nəysə, Qutumutudan aldıqlarım da bu qədər. Keçək yeni tapdığım mağazadan aldıqlarıma. Yeni tapıb aldığım mağazada bu. Gəlin sırayla göstərim sizə. Baxın, belə bir stiker almışam. 10 qəpikdir. Bu Kompasda 15 qəpik və bizim məktəbimizin yanında bir Pinterest'də var. Orada da şeydir, 20 qəpikdir. Baxın belə, bu işin övünü aldım. Çok tatlı değil mi? Neyse. Seziyorum. Koyacağız buraya.
Bu qalsın burada kənarda. Keçək digər ürünümüzə. Baxın, belə bir şeydir. Siz buna baxanda nə görürsünüz? Dırnaq bəzəyi görürsünüz, ha? Bunları mən dırnaq bilirdim. Dünənləri videoda denədik. Baxın, mən elə bildim bunlar dırnaqdır. Amma yenə də dırnaq süsüdür. Amma 60 qəpik içində 4 vərəq var. Mən bunu aldım, dırnaq süsü bildim. Gəldim, incələdim, gördüm dırnaqdır. Sonra gəldim evdə açdım da gördüm ki, dırnaq süsüdür. Dünən dırnağıma yapışdırmışdım. Amma qopub. Sonra baxın, belə çox şirin bir şey var. Hazırsınız? Buna baxın. Bu bloknotda mən bir dənə də almışdım. Onu bilmirəm, çəkmişəm, çəkməmişəm. Xəbərim yoxdur. Bu 90 qəpik idi. Bu 60, bunda ödədim də. Hə. Bunun içində baxın, belə bir kitab aracıqları var. Bunları da sizlərlə birlikdə baxaq. Birincisini siz oxuyun, mən oxumaq istəmirəm. Oxudunuz. Könül bağı hər şeydir. Gidelim buradan, dayanamıyorum. Bu kartdan 2 dənədir, baxın. Və bu kartımızda bloknotumuzun üstündə yazandan incimişsin dedi. Baxın, burada da yazıyor o. İncinmişsin dedi. Neyse. Niye mən bunu seçtim? Baxın. İnci. Neyse. Keçək digərinə. En güzelini sonra göstereceğim. Bakın. 3 tane kart aldım. Bir tanesi 20 qəpik, ikisi Blackpink, bir de Brawl Stars. Bir de dostlar, en sonuncudan evvel bir tanesi qalıb, onu da gösteririm. Bakın. Bu. Bunun bir tanesi 5 qəpik idi. Çok güzeldi. Çok güzeldi, belə şirin. Ve keçdik en güzeline ve en şirine. En güzeline hazırsınız. Bakın. Geliyor, geldim. Bakın bunlara. Bunlar hem stikerdi hem de karttı. Çok güzeldi. Bir tanesi her yerde 50 qəpikdi. Mən 20 qəpik aldım. Buna bakın, belə var. Belə var. Belə. Bundan sonrası da Blackpink'ti. Bakın belə. Bacı. Belə 3 dənə. Bundan da 7 dənə idi deyəsən. Saymadım. Neyse. Gel göstərim stiker olduğunu. Bakın belə. Dostlar, indi sizlərlə birlikdə bunu deneyeceğim. Bir de mən o Tumtu alışverişində bu 1 manat idi, bu 1 manat idi, bu da 1 manat idi. Bunları deməyi unutmuşam. Neyse. Gəlin bunu açaq. Göstərəm onu necə qurmaq lazımdır. Baxın, bunun içindən 4 dənə çıxır. Məndə də bir dənəsi qırıldı. Bunları, bu fosforları qırırıq. Bunlar indi qaranlıq deyil, səhər olduğu üçün parıldamır. Amma mən qaranlıq bir yerdə göstərəcəm sizə parlaqlığını. Bunu bir qışa sındıraq. Bu yaşlı, baxın, bir dənəsini bunun içine qoyuruq belə. Baxın, videoda parlaqlığı görünür. Sonra bunu burasına taxırıq, möhkəm sıxıq. Və bunun arxasından da hansı birini keçirdirik. Mən burada bir dənə çox gözəl pəmbiş taxmışdım. Dediyim kimi içindən 4 dənə idi. Amma maalesef o pəmbiş qırıldı. Bəli, bildiyiniz qırıldı. Və bunlardan sarıdan biri parıldamır. Parıldamayan deyəsən budur. Taxıram, baxın. 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 Bunu güz bala ilə taxırıq belə. Çıxır. Ay Allah, ay Allah. Qorxuram qırılacaq. Heç istəmirəm burada qırılsın. Çıxdı dostlar. Bir dənə eləyim gəlim də mən. Taxdım. Gedək qaranlıq bir yerdə yoxlayaq. Dostlar, getdim qaranlıq bir yerdə yoxladım və parıldamadı. Bu necə olur?
Hakkı parıldamadı. Ay pis oldum. Neyse bunu sonra hallederim. Neyse videomuz bu kadar. Aldığım bunlar göster. Bu aldığım şeyler necəydi? Bir de ki dostlar, bu dediğim yeni marketin ünvanı 6-cı mikrorayonda Eurosport var. Düz onun yanında məktəbi var. Aşağıya düşülür. Orada yerləşir. Ve dediğim kimi bir de bindir demişim, bindir. Onun qiyməti 3 manat 20 qəpikdir. Sizlerle birlikte alacağım. Onu da alacağım. Bu məktəblidir. Neyse, aldıklarım bu kadar. Umarım sevmişsinizdir. Sağ olun.